Dünya enerji bazarının ən kritik nöqtələrindən birində baş verən hadisə qlobal diqqəti yenidən Körfəz regionuna yönəldib. Söhbət Qətərdə yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz komplekslərindən biri hesab olunan Ras Lafandan gedir. Bu kompleks Qatar Enerji tərəfindən idarə olunur və bu ölkənin enerji strategiyasının əsasını təşkil edir. 1996-cı ildə istismara verilən Ras Lafan ildə təxminən 77 milyon ton mayeləşdirilmiş təbii qaz istehsal gücünə malikdir və genişləndirmə layihələri ilə bu göstəricinin 110-126 milyon tona çatdırılması planlaşdırılır. Mərkəz dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı və ixrac qovşaqlarından biri sayılır. Kompleks Qətərə ildə 40 milyard dollardan çox gəlir qazandırır. Eyni zamanda burada qazın emalı, mayeləşdirilməsi, saxlanması və ixracı üçün tam inteqrasiya olunmuş infrastruktur var. Kompleksdə Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrin aparıcı enerji şirkətləri tərəfdaş qismində iştirak edir. Bu isə Ras Lafanı yalnız milli deyil, qlobal enerji sisteminin vacib hissəsinə çevirir. Məhz buna görə də bu obyekt Qatar iqtisadiyyatının əsas dayağı hesab olunur və ölkənin ixrac gəlirlərinin böyük hissəsini təmin edir. Bununla yanaşı buradan ixrac olunan qaz Avropa ilə yanaşı Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi iri Asiya bazarlarına çıxır. Analitiklərin fikrincə belə bir strateji obyektə zərbə endirilməsi isə qlobal enerji qiymətlərinə və təchizat zəncirinə birbaşa təsir edə biləcək risk yaradır. Digər tərəfdən hadisə regionda geosiyasi gərginliyi artıraraq xüsusilə İranla münasibətləri daha da kəskinləşdirir. Qətərin sərt diplomatik reaksiyası və cavab hüququnu özündə saxlaması vəziyyətin daha geniş qarşıdurmaya çevrilə biləcəyini göstərir. Ras Lafan Qətərin və dünyanın ən böyük mayeləşdirilmiş qaz istehsal və ixrac mərkəzidir və qlobal qaz təchizatının böyük hissəsini təmin edir. Hücum onun istehsal xəttinə və ixrac infrastrukturuna zərər verərsə, beynəlxalq enerji bazarlarında təklif azalar və qiymətlər kəskin yüksələr. Bu isə Avropa, Asiya və digər idxalçı ölkələrdə qaz və enerji təhlükəsizliyinə birbaşa təsir göstərir. Eyni zamanda enerji qiymətlərinin artması qlobal iqtisadiyyata təzyiq yaradır və enerji asılılığı olan ölkələri risk altında qoyur. Ras Lafan kimi strateji mərkəzlərin fəaliyyətində fasilə qlobal ticarət və sənaye zəncirlərinə də təsir edə bilər. Buna görə də bu tip hücumlar təkcə Qətər üçün deyil, bütün dünya enerji təhlükəsizliyi üçün ciddi təhdid sayılır. İran tərəfinin açıqlamasına görə bu hücum İsrailin Cənub Pars qaz yatağına zərbə endirməsinə cavab olaraq reallaşıb. Tehran Qətərlə yanaşı Küveyt və Bəhreyn daxil olmaqla digər Körfəz ölkələrindəki neft və qaz emalı obyektlərini də hədəfə alıb. Bu hücumlara dünya enerji bazarları dərhal reaksiya verib. Neft və mayeləşdirilmiş qaz qiymətləri kəskin şəkildə qalxıb. Bəzi beynəlxalq enerji kontraktları təxirə salınıb və investorlar qlobal qiymət dalğalanmaları ilə bağlı narahatlıq ifadə ediblər. Analitiklər hesab edir ki, əsas enerji infrastrukturunun hədəfə alınması qlobal enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün ciddi risklər yaradır. Əsas dünya regionları Avropa, Yaponiya, Cənubi Koreya, Çin və Hindistan Qətərin mayeləşdirilmiş qazından asılı olduğundan bu aqressivlik təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar da gücləndirir. Üstəlik bu vəziyyət enerji diplomatiyasında yeni dəyişikliklərə səbəb olmaq potensialına malikdir. Artıq bir həftəyə yaxındır ki, müharibə yalnız silahlarla deyil, enerji infrastrukturunu zədələnməsi ilə də aparılır və bu beynəlxalq energetika sistemində yeni risklər və qeyri-müəyyənliklər doğurur. Ümumiləşdirsək, Ras Lafan və digər Körfəz enerji obyektlərinə yönələn hücumlar təkcə regional geosiyasətə deyil, qlobal enerji bazarına da birbaşa təsir göstərir. Bundan başqa İranın bu həmlələri Körfəz ölkələri ilə Tehran arasında diplomatik gərginliyin daha da artmasını şərtləndirir ki, bu da ikitərəfli əlaqələrə ciddi zərbə vurur. Artıq regiondakı bəzi ölkələr İrana xəbərdarlıq edərək bildiriblər ki, yeni hücumlara adekvat cavab veriləcək. Artan gərginlik isə dünyanın enerji bazarının mühüm məntəqələrindən sayılan Körfəzdəki vəziyyəti daha da çətin vəziyyətə aparır.